Salam değerli abituriyentlər. Bugün yəni 10 may dilin sınağı keçirilmişdi. Üçüncü qrup Azərbaycan dili suallarını sürətli bir şəkildə izah edəcəm ki, şagirdlər rahat yoxlasın. Belə deyim ki, hansısa sualın ətraflı izahını istəsəz, videonun şərh bölməsində qeyd eləyərsiniz. Bu şagirdin yəni belə deyim də işlədiyi suallardan ibarət olan PDF-dir. Yəni buradakı variantlar doğru olmaya da bilər hamısı. Amma yəni siz maksimum şəkildə belə deyim də yəni birbaşa variantlar üzərindən izaha qulaq asacaqsınız. Başlayaq. Deməli belə. Birinci sualda diqqət eləsək, söz sırasının pozulmasına görə deyir. Atını dörd nala çapdırır külək. Burada fikir verirsiniz, yəni söz sırası pozulub, yəni xəbər əvvələ gəlib. Ona görə də bir də A olacaq. 2-yə diqqət eləyək. Keçmişdir onlara qəzəbin niyə? Yəni keçmişdir xəbər əvvələ gəlib. 1-ə A, B. 2-də şəkilçilərin ardıcıllığının gözlənilməməsinə görə. 2-də C-yə diqqət eləsək, orada onlar səndən aralı düşmüşlərdir. Fikir verirsiniz, düşmüşdülər. Yəni lər axırda olmalıydı. 2-yə C. 3-də də diqqət eləsək, hər ikisi birdən dilləndilər. Hər ikisi burada ikisi, yəni cəm şəkilçisi qəbul etməyib, xəbər isə dilləndilər cəmdədir. 3-ə də Y gedəcək. 1A, B, 2C, 3Y. Deməli, burada cavab A variantı oldu. 2-yə diqqət eləsək, hansı cümlələrdə altından xətt çəkilmiş söz verilmiş xüsusiyyətlərin hamısına uyğun gəlir? Ümumi qrammatik mənasına görə sifətdir. Bax, məsələn, başqalarında isimləşmiş sifətdir. Tamamlıqdır kimdə? Həm də təyin deyildir, çünki isimləşib. Artıq sifətin sonuna cavab verilmiş. Biri götürdük. 3-də təbii sözündə dir gizlənib. Təbiidir, iradidir. Ona görə də burada təbiidir, iradidir hər ikisi xəbər olacağına görə bu artıq təyin deyil, amma təbii nitq hissəsi olaraq sifətdir. 1, 3, bir də 5-ə diqqət eləsək, yaxşıdır burada dır qəbul etdiyinə görə, yəni şəxs sonluğu qəbul etdiyinə görə xəbərdir, amma yaxşı həm də sifətdir. Deməli 1, 3, 5 C variantı. Üçüncü sualda hansı cümlədə eyni məna növünə aid 2 ədad işlənmişdir? D variantı yəni və başa düşürsənmi mi sual ədatı olduğuna görə bunu götürə bilərik D variantını. Yəni bir də mi. Dördüncü sualda diqqət eləsək, biri hadisənin səbəbini, digər nəticəsini bildirir. Burada, məsəl üçün birincidə qız çox sevinmişdi, onun gözləri. Gözləri burada mübtədadır, onun gözləri. Mənsubiyyətdir, adlı hal, yəni mübtəda. 2 mübtəda, 2 xəbər və təbii hadisə olduğuna görə bu səbəb nəticədir. İkincidə ancaq var və 2 mübtəda 2 xəbər var. Bu da doğrudur, qarşılaşdırmadır. 3-də də ardıcıl baş vermək nə də olanda adətən zaman əlaqəsi olur. Yanlış yazdığına görə elə bunu doğru kimi götürürük. Yəni ardıcıl olmağı yanlış idi. Bu zamana oxşuyur. Daha doğrusu yəni zamandır. 1, 2, 3 yəni burada B variantı. Gəldi 5-ci suala. 5-ci sualda vahidlik sözündə D, T-yə çevrilir. Yəni özündən sonra samit gəldiyinə görə. Vahidlik. Yəni xışdıq. Burada V bir də L-yə çevrildiyinə görə 2 dənə cingiltili var. 3 dənə də kar olur. Çünki D T-yə çevrildi. Yəni birinci oradakı D T-yə çevrildi. O kardır. 2 cingiltili 3 dənə kar samit var. Vahidlik A uzanır. A ilə I saitdə olduğuna görə ahəng qanunu pozulub. 5-də Y. Mən biraz sürətli deyirəm. 6-da danış feilinə uyğun şəkildə artırılanda nə baş verir? Burada diqqət eləyək. Bax, birincidə fikir verək. Meydana yığışan hamı danışanlara təəccübləndi. Kimə? Qrammatik şəkilçisi artırdım. Feili sifət, cəm şəkilçisi bir də yönlü yal. Bu oldu tamamlıq. Kimə? Danışanlara. Onda burada biz nə götürəcəyik? Diqqət eləsək. Deməli, danışanlara bu tamamlıq oldu da. Yəni 3-ə, onda burada A-nı götürə bilərik. Sonra danış nədənsə anlamırdıq. Məsəl üçün, danışanları nədənsə anlamırdıq. Bu şəkildə demək olar. Danışanları nədənsə anlamırdıq. Yəni tamamlıq kimi götürmək olar danışanları. Və yaxud da elə feili sifət artırmağım daha məntiqlidir. Elə 3-ə AD deyəndə avtomatik cavab çıxır, amma hər halda biz yenə də baxaq. Mübtəda danışmaq gümüşdürsə susmaq qızıldır. Nə? Burada danışmaq nə? 1B. 2-də xəbər o anlayırdı ki, vəziyyətin ən çıxış yolu baş verənlərə olduğu kimi danışmaqdır. Bu da oldu xəbər. Deməli 1B, 2CY, 3-də burada AD olmağı daha məntiqlidir. Bir də baxın 1B. Yəni indi mən burada yazmadan birbaşa şifahi edirəm. İnşallah ki, gözdən qaçan bir şey olmaz. Belə. İndi keçək o biri suala. Burada diqqət eləsək, deməli
Çıxdı günəş doldu. Bir dənə bu şeirə də diqqət eləyək. Hə. Bax burada cütçü sürür tarlada cüt şur ilə. Burada əsas nəyə diqqət eləyəcəyik? Bax birinci çox çaşdırıcıdır. Yazıb ki, ikinci misrada xəbərlə mübtədanın yeri dəyişib. Gəlin baxaq. Düzdür, xəbər burada əvvələ gəlib, amma cütçü, yəni mübtəda olaraq əvvəldə qalıbdır. Bir dənə baxın. Cütçü sürür. Yəni cütçü burada mübtədadır, düzdür? Ona görə də burada nəyə diqqət eləməliyik? Biri götürməyəcəyik. Sadə isim tamamlığın ifadə vasitəsidir. Görək bu ikini hara verib? Axı o biri cümlədə də diqqət eləsək, nur sözü isimdir də. Yəni nura nəyə tamamlıqdır. Ona görə də ikini biz götürməyəcəyik. 2 ortaq olmalıydı. Onda avtomatik burada 3'ü götürə bilərik. 3. Fe'li xəbərlər, fe'lin xəbər şəklində olan fe'lərlə ifadə olunmuşdur. Çıxdı, sürür birinci cümlədə. Boyanır, yanır. Bunlar da zaman. Bütün zaman şəkilçiləri hamısı xəbər şəklidir. 3'ü götürürük. 4'də yazıb ki, xəbər həm əsas, həm də aslı tərəfdir. Xəbər mübtədadan aslı olur, amma ikinci dərəcəli üzvlər olanda artıq xəbər əsas olur. Ona görə də fikir verin, hər iki cümlədə mübtəda xəbər olduğuna görə və ikinci dərəcəli üzvlər olduğuna görə heç bir izah eləməyə ehtiyac yoxdur. Yəni məntiqi tutun da, xəbər mübtədadan aslıdır, amma ikinci dərəcəlilərə görə əsas sayılır. Vəssalam, 3-4. Bir də 6-ya baxaq. Xəbər mübtəda ilə şəxsə görə uzlaşır da kəmiyyətə görə uzlaşmıyor. Bu ikinci cümlənin altına verilib. Sütunlar cəmdə, xəbər isə təkdə. Vəssalam, pozulub. Yəni uzlaşmayıb da belə deyim. 3-4-6. Bu da belə. 8-ci suala diqqət eləyək. Beləliklə uşaqlar şəhərdən qaydanda artıq hava qaralmışdı. Burada tərkibin içərisində olduğuna görə müstəqil mənalı sözlər deyir, tərkib. Burada fikir versək, müstəqil mənalı sözlər deyəndə nəyi nəzər tutur? Yəni əsas nitq hissələrdə, yəni köməkçi heç baxmayacağıq burada. Aha, köməkçilər çıxanda burada artıq hava qaralmışdı, yəni artıqları çıxartsaq, uşaqlar bir də şəhərdən. Çünki fe'li bağlama tərkibini belə deyim də, aslı tərəfi də olar, çıxardanda yenə zərfli olur. 9-da beynəlxalq qadınlar günü, yəni günü böyünə yazılmalıdır. Bunu məncə hamımız bilirik. Gələk 10-cu suala. Yenə deyim, yazmadan izah edirəm. Birdən nəsə gözümdən qaçar. İnşallah ki olmaz. Hə. Gəldi 10'da açıq aydında qı'dan sonra sait gəldiyinə görə qı-qıya çevrilir. Deməli 2-də maraqdan sonra sait gəlib qı-qıya çevriləcək. 4'də də qucaqdan sonra sait gəlib qı-qıya çevriləcək. Deməli 2-4. Gəldi 11-ci suala. Burada diqqət eləyək, çaşdırıcı sualdır, amma maraqlıdır. Həmci sözlərdə köməkçi nitq hissəsi ixtisar olunmuşdur. Burada 1-də C olacaq. Çünki 3'ün qoşması birində var, birində yoxdur. Bildirməmək üçün, qanunu qaraltmamaq üçün. 1'ə nə gedəcək? C. Sonra gələk nəyə? Burada diqqət eləsək, ikinci cümlədə həmcis üzvlərdə bir dənə tələsməyin, şəkilçi ixtisar olmuşdu. Hə. Konsert və tədbirlər. Larlər yoxdur. Konsertlər və tədbirlər. 1C, 2Y. Həmcis üzvlərdə köməkçi söz hissəci ixtisar olmuşdu. Burada dayanardı, dalardı. B variantında. Zamandan sonra gələn hissəci. 1C, 2Y, 3B. Burada gəldi. 11'də B olacaq. Bəli. 12'də subyekt hərəkəti özlərində, yəni icra etdi. Yəni qayıdış növü soruşur da. Güllər açılması özü çəkilir. Sonra ayağın şişin çəkilməyi özü çəkilir. Yarpaqların rəngi boyamaqdan boyanmaq özü boyanır. 2-3-5. 13'də cümlə əlavəsi və xitab işlənmiş qeyri-müəyyən şəxsi cümlədir. Əziz ata, bu xitab olsun. Bizi buraya hərbi hissəyə, bu olsun əlavə. Gətirdilər bir qrup adam, bu da oldu qeyri-müəyyən, mübtədası da yoxdur. C variantı. 14'də məzəmmət danlaq deməkdir. C variantı. Bu asandır. Rişxənd ələ salmaqdır, lağa qoymaq. O heç. 15'də necə sözü sifət yerində işlənibsə özündən sonra əşya olmalıdır. Atan sənə necə ayaqqabı? Ayaqqabı burada isimdir. Aha, bunu da başa düşdük. 16'ya gələk. Burada 16'da məstər olacaq qızarmaq 4'də. Fe'li sifət olacaq gözəlləşən 4-1. Gülə-gülə, gülməyə-gülməyə qoşa ağlar. Bu da olacaq fe'li bağlama. 4, 1, 2. Burada hələ B variantıdır. Aha. Gəldi 17-ci suala. Yalnız elm, bəşəriyyəti, həqiqəti, ədaləti və xoşbəxtliyə. Ədaləti və xoşbəxtliyə nəyə? Bu həmci sözlər arasında tabiəsi əlaqəsi orada da tamamlıqdır, düzdür. Sonra indiki zaman məzmunlu fe'li sifət tərkibi yaratmışdı. Hansı elm? Xəyal qanadlarında uçan ən fe'li sifət tərkibi 2-3. Bir də 6'ya diqqət eləsək, qrammatik əsas təşkil edən üzvlər nitq hissəsi ifadə olmuşdu. Birinci cümlədə elm və apara bilər. İsim və fe'il. O birisində də elm qadirdir, yenə də elm və qadirdir. Hər ikisi belə deyim də nitq hissələrindən ifadə olunub mübtəda xəbər. 2-3-6'ını götürə bilərik. Bu da belə. Aha. Onda cavab 2-3-6 A variantı. 18'də quruluşca düzəltmə isimləri eyni halda işlənmişdi. Bax, xalçaçı, zərgər, papaqçı, saat, saz. Bunlar görürsünüz, yəni hamısı adlı xaldır.
həm də ki düzəltmədir, ç, gəri şəkilçisi. 2-də alıcılar, satıcılar bunları götürə bilərik. 1-4-də çaşdırıcı bir dənə orada xarabalığının qarşısında qeyri-müəyyən yəli kal, lıq da leksikdir. Yolçunun bu da çu leksikdir, yəli kaldır. 1-2-4 Y variantı. 19-cu sualda Turalda qoşun nöqtə qoyuruq. Sonra hərdən əvvəl tire, burada düz qoyub şagird. Hərdən sonra vergül, necə gedib gəldin? Qəhrəman xanım, xitab var, vergül olacaq qəhrəmandan əvvəl. Sual olacaq, çünki sual verir. Sual tire deyə soruşdu. Qoşun nöqtə 2-2 vergül sual işarəsi. 3 dənə vergül yazıb burada şagirdimiz amma yox, 3-cü vergüllə götürüb, yəqin səhv götürüb. 2-2 vergül olacaqdı onda. Daha doğrusu D variantı. Aha, bunu da bildik. İnşallah ki, burada da bir gözümüzdən qaçan bir şey olmadı. 2-2 vergül. Aha, D variantı. Şagird yəqin orada nəsə xəta edib. Keçək 20-ci suala. Burada hər iki baş üzv ismi birləşmə ilə işlənmişdi. Birə baxaq, toy iştirakçılarının çoxluğu mübtəda. Ev yəsinin böyük hörmətə malik olduğunun göstəricisi idi. Burada fikir verin, göstəricisi idi, olduğunun göstəricisi idi. Yenə də, yəni ismi birləşmədir. 1-ə B gedəcək. 2-də diqqət eləsək, dünən kəndə gələnlər kim, feili sifət tərkibi mübtəda iştirak etdilər. Burada tərşəyi yoxdur. Yəni etmə eləmək ismi feili birləşmə yaratmır. Ona görə 1B, 2-yə D gedəcək. 3-ə də baxaq. 2-ci dərəcəli üzv frazeoloji birləşmə ilə ifadə olunmuşdu. Qulaq asdığı kədərli əhvalat. Hansı kədərli əhvalat? Qulaq asdığı. Qulaq asmaqda frazeolojidir, həm də təyindir. Feili sifət tərkibi kimi götürsək, yəni dıq şəkilçisini. 1B, 2D, 3D, C. Bu da belə. 21-də nə qədər bir də sasə varsa, deməli budaq sonra baş gəlir. Örkən mübtədadır. Deməli bu şəxsiz ola bilməz. Şəxsi mübtədası olmur. Hərlənib doğanaqdan keçər, yəni o keçər. Burada mübtədanı artıra bilirik. Örkən keçər və salam. Deməli bu şəxsiz deyil, müəyyən şəxslidir. 21-də A-nı götürə bilərik. Aha, bu da belə. Gəldik nəyə? 22-yə. Zərflə bağlı səhv fikirləri yazıb. Digər nitq hissələrinə fərqli olaraq isimləşə bilmir. İsimləşir. Yuxarılar bunu bilir. 2 isimləşir. Kəmiyyət zərfli hərəkətlə bərabər, yəni ismi belə deyim də adlarla da bağlı ola bilər. 2, 3. Baxaq görək. Burada başqa nə gedəcək? Təsriflənən, təsriflənməyən bir dəqiqə səhvlərimi soruşur. Yalnız hərəkətə aid olur. Bir də həm 3-ü götürdü 2, 3. Bir də deyək həm təsriflənən, həm də təsriflənməyən feilə bu doğrudur. Başqa nitq hissələri ilə oxşar xüsusiyyəti. Başqa nitq hissələri eyni sualları yox. Necə yoxdur? Yəni tərz hərəkət necə sualına cavab verdi sifətlə bərabər. 2, 3, 5 A variantı. 23-də bir leksik, bir qrammatik şəkilçidən ibarət deyil. Danışmazlarda M inkar az da zamandır da. Yəni hər ikisi qrammatikdir. Deməli biri götürə bilərik. Uyğun gəlməyənləri soruşur da. Yəni bir leksik, bir qrammatik olmasın. Sonra anlattın. Bir dənə tələsməyin baxın. Məsələni sadə dillə anlattın. Anlamaq sözün köküdür. T da leksik olar da. Ona görə də bir dənə şəkilçi var burada. Bir də 5-ə baxaq. Qarşıladın. D zaman, N da şəxs sonluğu. İkisi də qrammatikdir. 1, 3, 5. Gəldi 24-də. 24-də nəyə diqqət edirik? Burada fikir verin. Bərabər hüquqludur. Yolu ağıl seçir, amma iradə hərəkətə gətirir. İsə də var. Deməli, yanlışı soruşur. Biri götürə bilərik. Mübtədaların ifadə vasitəsi eyni nitq hissəsidir. Ağıl, iradə, inan, bunlar hər ikisi, yəni üçü daha doğrusu isimdir də. Eyni nitq hissəsidir. Götürə bilərik. Bizdən yanlışı soruşur. Deməli, 3-ə baxaq. Mübtədalardan biri söz birləşməsi, digər isə ismin sualına cavab verən sifətlə ifadə olmuşdur. Düşmən burada isim getdiyinə görə 3 səhv olacaq. Bizdən səhvi soruşur da. Zərfliklərdən birinin ifadə vasitəsində köməkçi nitq hissəsi işlənmişdir. Bəli, vaxtından əvvəl. Əvvəl çıxışlıqla artırılanda qoşma olur. Zərflidir və əvvəl də qoşmadır. Vaxtından əvvəl nə vaxt? 4 doğrudur. Komplementlərin hər biri müəyyən şəxslidir. Bəli, hamısında mübtəda xəbər var və salam müəyyən şəxslidir. Baxa bilərsiniz. Məsələn, vuruşmaq əzmi nə, düşmən kim. Leksik mənası olmayan bir söz işlənmişdi. İkinci cümlədə deməli modal sözdür. Əvvəl də qoşmadır. Burada 2 dənə sözdür. 2, daha doğrusu 3 6 oldu burada. 25-ci sualda yavaş-yavaş bitirməyə doğru gedirik. Yazmışdı, xoşbəxt olmaq istərsənsə əvvəl özünü tanı, bundan sonra arzularını idarə etməyi öyrən. Baxaq. Bizdən nə soruşur? Uyğun fikirləri soruşur. Bir dənə tələsməyin, baxın. Burada 3-ə diqqət eləyin. Əsas tərəfi mürəkkəb feilə ifadə olmuş feili birləşmə. Mürəkkəb feil burada hansı ola bilər? İdarə etmək, düzdür.
arzularını idarə etmək 3-ü götürdük. Aslı tərəfi həm də sifət, həm də isimlə ifadə olunmuş feilli birləşmələr. Baxaq. Və arzularını idarə etmək. Arzular isimdir, amma sifət yoxdur axı burada. Ona görə də 4 yoxdur da. Yəni 3 doğrudur, amma 4 yoxdur. 3, 4. Bir də 6-ya baxaq. Aslı tərəfi isimlə ifadə olunmuş ismi birləşmə. Arzularını idarə etmək axı feilli birləşmədir, maqmək. Ona görə 3, 4, 6 olacaq. Tabesi əlaqəsi var. 2 xəbər bir mübtəda alanda, yəni burada tabesi əlaqəsidir də, həmzəs götürsək. 3, 4, 6. 26-ya diqqət eləyək. 26-da nə soruşur? Hansı sıralarda nümunələr müxtəlif məna növlərindən ibarət olan modal sözlərdən ibarətdir? Doğrusu təsdiqdir, görünür, güman şübhədir 1. Deyəsən güman şübhədir, amma axır ki güman şübhə deyil axı. Ona görə nə olacaq? 1, 3. O bilər hamısı eynidir. Gəldi 27-ci suala. Mübtədanın əlavəsi. Diqqətlə qulaq asaq burada. Deməli, aşağı hara? Dünən qonaqların dayandığı yer hara? 1-ə A gedər, hara. Bu belə. 2-də yer zərfinin əlavəsində orada, qapının ağzında, harada. Bu 2-yə D gedər. Üstə də diqqət eləsək, tamamlığın əlavəsini soruşduğuna görə bizə yaylağı haranı, çobanların dəyə qurduğu yeri haranı. Harandır tamamlıqdır. Bu da belə. Amma Y variantını niyə götürməyəcəyik? Çünki oradadır, uşağın yanındadır, haradadır, idi. İdi olanda xəbər olur. Gəldi sonuncu belə deyim də situasiya suallarına gələk. 29 düşməyib. Onu şagirdlər şərh bölməsində yazda izah eləyərəm. Çünki mən əlimdə yoxdur. 28-də yazıb ki, muson yağışlar da onları təmizləyə bilmir. Yəni təmizləyə bilmir yazsaz olar. Bura nə yazıb? İkincidə yazıb ki, havanın tərkibindən təmizləməsinə dair planları qəbul etdi. Olar təmizləməsinə dair. 30-da da yazıb ki, artıq ABŞ və Hindistan alimləri tərəfindən kəşf edilən yox, aparılan bir araşdırma. Günahkarlar müvəffəq edib yox, müəyyən edib yazsaq daha məntiqli olar. 29-u bilmədim mən. Çünki onu uşaqlar yazsa daha yaxşı olar. Əgər video sizin üçün faydalı olsa, kanala abunə olmağı unutmayın. Diqqətinizə görə təşəkkürlər.